Xoş gördük, əziz dinləyicilər. Bu günlərdə dini mövzular kifayət qədər populyardır və ateizm də kifayət qədər populyardır və biz bu günləri artıq sosial şəbəkələrdə bir-birlərini qıran, bir-birlərini ittiham edən tərəflərlə rastlaşırıq və bu günləri ateist və materialist insanların ortaya qoyduqları bir dəlil ki var, bu dəlildən danışmaq istəyirəm ki, çox səhv və yanlış, savadsız bir dəlildir. İstəyirəm bu barədə fikir bildirəm. Ümumiyyətlə, hər bir müzakirə xeyirlidir, amma ki, əgər o müfhümata qarşı çevrilirsə, biz də bununla eyni məsələləri paylaşırıq. Məsələn, Azərbaycan ədibləri olsun, Azərbaycan siyasi, ictimai fikrini formalaşdıran Mirzə Cəlillər, Mirzə Fətəli Axundovlar, bunlar da Azərbaycanlı idilər və bunlar da kifayət qədər intellektual səviyyəli insanlardır və hər biri dini müfhümata qarşı çıxırdılar. Novruzəlilər olsun, istərsə Şeyx Nəsrullahlar olsun, bunlar hamısı əlbəttə ki, dini fanatizmin, dini müfhümatın vurulmasında iştirak edilən əlbəttə personajlarıdır. Yəni, biz də bunun tərəfindəyik. Amma bu günləri bundan istifadə edilən tərəflər ki var, bu materialist tərəflər Qurani Kərimin ərəb milliyyətçiliyinin, ərəblərin yazdığı, ərəb milliyyətçiliyinin bir əsəri olduğunu, bu kitab ərəb milliyyətçiliyini təbliğ etdiyini ortaya qoyan insanlar ki, bu kökündən yanlışdır və mən istəyirəm bu barədə biz fikrimizi bildirək. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Qurani Kərim gəldikdə nəinki ərəb milliyyətçiliyinin əsasını qoydu, əksinə ərəb milliyyətçiliyinə zərbə vurdu. Qurani Kərim bütün ərəb mədəniyyəti ki vardı, o vaxta qədər formalaşmışdı, bunları tamamilə ləğv etdi. Ərəblər özlərini ali irq hesab edirdilər, kifayət qədər özlərini tərifləyirdilər və bunun başını çəkən insanları artıdan qaldırdı. Ərəb mədəniyyəti, bilirsiniz ki, ərəblər öz çoxsaylı allahlarından yaxşı pul qazanırdılar və o bu mədəniyyətin bir parçası idi və bunlardan çox böyük pullar qazanırdılar. Həzrəti Peyğəmbər əleyhissalam və Allahın kitabı gəldikdə bu məhv edildi və nəzərə almaq lazımdır ki, ərəb milliyyətçiliyinin başını bu günləri Ali Haşim çəkmir, Peyğəmbər nəsli çəkmir, yalnız və yalnız Bəni Üməyyə çəkir. O Bəni Üməyyə ki, məhz din gəlməmişdən əvvəl də ərəb milliyyətçiliyinin atası idi və ondan sonra da dini pis günə qoyaraq özlərinin uydurduğu din yaratdılar və o uydurduqları dinlə ərəb mədəniyyətini formalaşdırdılar. Baxın, Qurani Kərimdə biz baxdıqda görürük ki, heç vaxtı bir ərəbin üstünlüyündən danışmır. Necə olaraq milliyyətçi bir kitab o millətin böyüklüyündən danışmasın. Bu günləri ərəb dilində, Quranda ərəb dili kəlməsi bu formada keçir ki, biz bu kitabı ərəb dilində göndərdik ki, cahil ərəblər, necə deyirlər, anlasınlar. Əlbəttə ki, o Əl-Cəzirəyə gəlmişdi və ərəbcə gəlməlidir, məcburdur ərəbcə gəlsin. Bundan başqa heç bir kəlmə yoxdur və hətta ərəblərin ki, özlərini yüksək tuturdular, onları sındırırdı, bildirirdi ki, ərəbin əcəmdən üstünlüyü yoxdur. Və bu şubiyyəçilik ərəblərdə və əsasən də Bəni Üməyyədə vardı. Müaviyə də bunu davam etdirdi. Şubiyyəçilik, ərəb milliyyətçiliyi, ərəbin hər bir millətdən üstün olması, digərlərinə əcəm, yəni kobud baxılması Həzrəti Peyğəmbərlə yox, Müaviyə ilə oldu. Bu günləri belə Müaviyə tərəfdarlarına baxdıqda Mədinə məktəbi məhz o sələfizmdə məhz ərəb milliyyətçiliyinin başını çəkir və heç kəsin də Qurandan xəbəri yoxdur. Heç bir ərəb milliyyətçiliyi Quran oxumaz. Bu gün sələfilərə baxdıqda belə tək Quranla gedənləri belə kafir hesab edirlər. Necə olur bu milliyyətçilik? Necə olur ki, Quran ərəb milliyyətçiliyi olur ki, tək Quranla getməyi kafir hesab edirlər? Hökmən orada Müaviyyənin hədisləri olmalıdır. Çünki Müaviyyənin hədisləri əsl ərəb mədəniyyətini formalaşdırır. Ərəb geyimindən tutmuş, ərəb saqqal saxlamayından tutmuş hər bir mənada bugün sələfizm və digər firqələr də hər hansı bir millətin kurasiyasına keçib. Bu mənada bildirmək istəyirəm ki, Quranın heç bir yerində biz ərəb milliyyətçiliyini görmürük. Əksinə ərəblərin indiyənə qədər yaratdıqları bütün mədəniyyəti məhv etmişdir. İstər qadına qarşı münasibət olsun, istərsə də ərəbin üstünlükləri olsun. Ona görə Quran gəldi bildirdi ki, ərəbin əcəmdən üstünlüyü yoxdur. Ağın qaradan üstünlüyü yoxdur. Yalnız və yalnız təqvalılar üstündür. Biz bu günləri Sasani və Fars milliyyətçiliyinə baxdıqda görürük ki, Firdosinin yazdığı Şahnamədə farsların öyülməsi, farsların təriflənməsini biz görürük. Amma biz Quranda nə görürük? Quranda ərəb millətindən daha çox Yəhudilikdən danışırıq, Bəni İsraildən danışırıq. Bu necə milliyyətçi bir
kitabdır ki, ərəbin üstünlüklə, ərəbin heç kəsdən üstün olmadığını deyir. Və yaxud da biz bunu ərəbcə ona görə göndərmədik ki, bu üstündür. Ərəbcə ona görə göndərdik ki, başa düşəsiniz deyə. Bu mənada biz bütün dünyada da milliyyətçi kitablara baxdıqda, o milliyyətçi kitablar hər biri öz millətini, öz mədəniyyətini formalaşdıran, öz mədəniyyətini daha ali edir. Amma biz Quranda qətiyyən bunun şahidi olmuruq. Qurani-Kərim yalnız və yalnız Allah və Allaha necə təslim olmağın yollarını öyrədir və ərəbin də əcəmdən olmadığını, üstün olmadığını göstərir. Bu mənada bundan istifadə edən materialistlər olsun, ateistlər olsun, əlbəttə ki, bunlar öz şouları üçün, öz proqramları üçün özlərini o cahil hansısa möfhumatçı müsəlmana üstün göstərmək və onların beyinlərini çaşdırmaq üçün istifadə edirlər. Cahilin də ki, heç kəsə xeyri yoxdur. İstər ateist olsun, istər deist olsun, istər müsəlman olsun. Cahilin heç vaxt dini olmur və cahili aldatmaq hər zaman mümkündür. Onun dinindən asılı olmayaraq. Təşəkkür edirəm diqqətinizə görə.